Weberin opera yaradıcılığı. Weberin opera yaradıcılığı opera sahəsində böyük əhəmiyyətə malik idi. Weber Alman romantik operasının banisi idi. Onun ən yaxşı 3 operası Sehirli Atıcı, Evryanta və Oberon operalarıdır. Evryanta cəngavərlik romantik operasının səcəvi Alman tipidir. Oberon operası isə Weberin sonuncu operasıdır. Sehirli Atıcı. Sehirli Atıcı səhnəyə qoyulması Weberə dünya şöhrəti gətirdi. Weber 1819-cu ildə Kindin librettosu əsasında opera üzərində ciddi işləməyə başladı. Operanın ilk tamaşası 1821-ci ildə baş tutdu. Sehirli Atıcı müvəffəqiyyət qazandı. Tez zamanda operanın şöhrəti dünyaya yayıldı. Sehirli Atıcı operasının sujeti yazıcı romantik Apelin Kabuslar kitabı adlı povestində şərh edilən Qara Ovçu haqqında qədim xalq rəvayəti olmuşdu. Dramatik xəttin inkişafı kənara yönəlmədən və köməkçi xətlərə şaxələnmədən ardıcıl aparılır. Birinci pərdə dramın başlanğıcıdır. Şər qüvvələr Maksın qəlbinə yiyələnməyə can atır. İkinci pərdə Maksın qəlbi uğrunda işığın və qaranlığın mübarizəsində ikincinin qələbəsi. Üçüncü pərdə xeyirxahlığın təntənəsi, qüsurun cəzalandırılması, dramatik kulminasiya və dramatik düyünün açılması. Librettonun qısa məzmunu. Birinci akt. 17-ci əsr Bohemiyada gənc ovçu Maks baş meşəbəyi Knonun qızı Agataya aşiq olur. Ənənəyə görə onunla evlənmək üçün atıcılıq yarışında qalib gəlməlidir. Maks məşqdən uğursuzluğa düçar olur və ümidsizliyə qapılır. Uduzsa Agata başqasına gedəcək. Ruhunu cin Samyelə satan xain ovçu Kaspar Maksa kömək təklif edir. O heç vaxt əldən verməyən sehirli güllələrdən danışır və onu qaranlıq qüvvələrin köməyi ilə onları atmaq üçün gecə yarısı qurd dərəsinə getməyə inandırır. Maks qorxmasına baxmayaraq razılaşır. İkinci akt. Məşəlçinin evində olan Agata problem hiss edir. Rəfiqəsi Ançen onun ruhlandırmağa çalışır. Lakin Agata qədim bir peyğəmbərlikdən narahatdır. Ulu nənəsi şər qüvvələrlə əlaqəli bir güllədən öldü. Birdən onun əcdadının portreti divardan düşür və qorxusunu daha da artırır. Bu vaxt qurd körfəzində Kaspar Samyeli çağırır. Maks peyda olur və qaranlıq bir ritual başlayır. Ətrafda ruhlar qəzəblənir, işıqlar yanır və ruhun səsləri eşidilir. Kaspar 7 güllə atır. Onlardan 6-sı hədəfini vuracaq, 7-cisi isə iblisin istəyinə tabe olacaq. Kaspar ümid edir ki, bu güllə Agatanı öldürəcək və Samyel onun əvəzinə Maksın ruhunu alacaq. Üçüncü akt. Sübh vaxtı Agata öz otağında dua edir. Ona müqəddəs bir zahid görünür və onu şərdən qorumalı olan ağ qızıl güllər verir. Müsabiqə başlayır. Şəhzadə Maksa ağacdan oturmuş göyərçini vurmağı əmr edir. Kasparın təşəbbüsü ilə Maks artıq 6 gülləni müxtəlif hədəflərə sərf edir. O son gülləsi ilə göyərçini vurur və yaxınlıqda dayanan Agata qışqırır və huşunu itirərək yerə yıxılır. Lakin qızıl güllərin yayındırdığı güllə ona deyil, kolların arasında gizlənən Kaspara dəyir. Ölərkən Kaspar Samyel ilə suiqəst etdiyini etiraf edir. Sehirli fırıldaqdan xəbər tutan şəhzadə qəzəblənir, lakin zahid onu tövbə edən Maksı bağışlamağa inandırır. Agata heç bir zərər görmədi və sevgililər evlilikləri üçün xeyir-dua aldılar.